Salam değerli əziz izləyicilərimiz. Bugünlər Binə qəsəbəsində sizin üçün çox super, özünə məxsus şəxsi ev, yaşayışlı ev 3.2. Yəni 3 sotdan da artıq geniş bir dənə hündür 3 otaqlı evin təqdimatına gəlmişik değerli dostlar. Sizdən xahişim videonu sonacan izləyin ki, ətraflı məlumatı sizin üçün verək. Evimiz Binə qəsəbəsində, Saphoz arasında 190 nömrəli avtobusun yaxınlığında değerli dostlar. Evimiz qəşəng hündürdür. Həyətində də belə bir əlavə olaraq ayaq yolusudur. Su çənidir, qazı, işığı, hər bir şey var dostlar. Değerli dostlar, gördüğünüz kimi evimiz belə bir paket damdır. Qəşəng, geniş, hündürdür. Həyətinə də ki, neçə maşın istəsəniz daxil edə bilərsiniz. Tam küçənin üstündədir. Evimizin digər yanına da keçək baxağın. Belə bir evimizin yan tərəfi də var. Oturmaq üçün yeridir. Değerli dostlar, padval da ki, dostlar indi göstərəcəm sizə birazdan. Evimizin arxa tərəfində də keçmə yeri var. Arkasında da qəşəng 2 metrlik yeri var. Değerli dostlar, indi keçirik evin padvalına sizi tanış edəcəm. Değerli dostlar, padvalımız hündürdür. Padvalımız boy verir qəşəng. Böyle bir qəşəng kürsülü hündürdür. Keçirik indi evin içərisinə sizi tanış edəcəm. Evimiz değerli dostlar koridor proyektidir. Böyle bir radiatorda kombisi falan her bir şey var dostlar. Sizi yataq otaqlarına tanış edeyim. Burada böyle bir geniş yataq otağıdır. Bu da bizim ikinci yataq otağımızdır. Bu hissədə saniter və sanuzeldir. Değerli dostlar, genişdir. Otaqların ölçüsü qəşəng genişdir. Bu da bizim qonaq otağımızdır. İndi keçəcək evimizin mətbəxini tanış edeyim. Bu hissədə də bizim mətbəximizdir değerli dostlar. Değerli izləyicilərimiz, evimizin qiyməti 57.000 manata deyilir. İnşallah gəlinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.